Salam, əziz təbiət sevərlər, balıqçılar. Bildiyiniz kimi, aprel ayın 1-dən Azərbaycanın daxili su hövzələrində sənaye üsulu balıqçılıq sentyabr ayının 1-nə qədər qadağan edilmişdi və bu qadağanın daxili su hövzələrinə aiddir bu qadağa. Ona görə də bəzi balıqçılar, təbiət sevərlər sual verirlər ki, bəs bu qadağa sənaye balıqçılığına aiddir, yoxsa bütün hər növ balıqçılığa? Bu qadağa yalnız sənaye balıqçılığına və daxili su hövzələrində. Daxili su hövzələri Xəzərə birləşənə qədər bütün çaylar, yəni ki, təbii su hövzələri, kollektorlara şamil deyil bu qadağa və həvəskar balıqçılara da şamil deyil. Bir şəkil paylaşılıb, bunu Kənd Təsərrüfatının Akvakultura Mərkəzindən paylaşıblar. Orada bir yanlışlıq var. Yaxşı olardı ki, bu qadağaya uyğun bir şəkil paylaşılardı. Orada həvəskar balıqçı şəkli paylaşılıb, amma və sənaye balıqçılığı da yazılmayıb. Balıqçılıq qadağanında yazılıb. Yəqin ki, bu bir texniki səhvdir və ya şəkil düzgün seçilməyib. Biləsiniz ki, həvəskar balıqçılığına may ayının 1-dən iyul ayının 1-nə qədər qadağandır və bu böyük su anbarlarına, Xəzər dənizinə və təbii axan çaylara bərabərdir. Yəni bunu şamildir. Bunun qapalı su hövzələrinə, yəni göllərə də, qapalı girişi çıxışı olmayan su hövzələrinə şamil deyil bu qadağa, bir də kollektorlara şamil deyil.